milletinin karakteri yüksektir. Türk milleti çalışkandır. Türk milleti zekidir. Atatürk Gazi Mustafa Kemal Türkiye Cumhuriyeti'nin kurucusu, Türkiye Dövlət hərbi və siyasi xadimi olmuştur. 1923-cü ildə Türkiyənin ilk prezidenti seçilmişdir. Mustafa Kemala 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürk adı verilmişdir. Möhtəşəm zəfərlər qazanmış Mustafa Kemal Atatürk 1881-ci ildə Selankidə anadan olmuşdur. Atası Əli Rza Əfəndi, anası isə Zibidə xanım idi. Mustafa Kemal Atatürk ibtidai təhsilini məhəllə məktəbində və Şəmsi Əfəndi məktəbində, orta təhsilini isə Selanik Mülki liseyində almışdır. 1896-1899-cu illərdə Monastır hərbi məktəbini bitirərək İstanbul hərbi məktəbində təhsilə başlayır. 1893-cü ildə hərbi liseydə oxuyarkən riyaziyyat müəllimi onun ağlına, məntiqinə heyran olduğu üçün adını Kemal qoyur. Beləliklə ona bundan sonra Mustafa Kemal deyilir. Mustafa Kemal təhsilini Osmanlı Hərbi Akademiyasında davam etdirir. Təhsil aldığı müddətdə savadlı tələbə kimi tanınır və 1905-ci ildə Hərbi Akademiyanı bitirir. Bundan sonra iş həyatına atılır. İlk təklif Dəməşqdən gəlir. Osmanlı İmparatorluğuna hakim olduğu halda Trablus müharibəsi, Balkan müharibələri və 1-ci Dünya müharibələrində iştirak etmişdir. 1909-cu ildə İstanbulda qiyamı 31 mart hadisəsi yatıran fəaliyyət ordusunda xidmət etmişdir. Qiyam qısa müddətdə müvəffəqiyyətlə yatırılmışdır. Alban üsyanının yatırılması əməliyyatında da iştirak etmişdir. 1911-ci ildə Tobruka, Liviyaya göndərildi. Tobruk və Dernədəki türk qüvvələrinə müvəffəqiyyətlə rəhbərlik etdikdən sonra mayor rütbəsi ilə 1912-1913-cü illərdə Balkan müharibəsinə qatılmışdır. 1-ci Dünya müharibəsində 1915-ci ildə 19-cu diviziya komandiri kimi Çanaqqala müharibəsində iştirak etmiş və Geliboluda düşmən hücumlarını müvəffəqiyyətlə dayandırmışdır. Mustafa Kemal 1-ci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi və paşa titulu almışdır. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan Kemalçılar hərəkatına başçılıq etmişdir. Antanta ordusu İstanbulu işğal edəndən və ingilislər Məclis-i Məbusən Deputatlar Palatası dağıdandan sonra Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament, Türkiyə Böyük Millət Məclisini yaratdı. O məclisin və təşkil etdiyi hökumətin sədri seçilərək İngilis-Yunan müdaxiləçilərinə qarşı milli azadlıq müharibəsinə rəhbərlik etmişdir. 1922-ci ildə Atatürkün rəhbərliyi ilə Türk ordusu müdaxiləçiləri tamamilə darmadağın edilmişdir. Atatürkün təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan edildi və bununla da Türkiyə Cumhuriyyətinin əsası qoyuldu. 29 oktyabr 1923-cü ildə prezident seçilən Mustafa Kemal ölümünə qədər 4 dəfə prezident seçilmişdir. Beləliklə, Türkiyə tarixində ən uzun müddətli prezident olmuşdur. 24 noyabr 1934-cü il tarixli qanunla Mustafa Kemala Atatürk soyadı verilmiş və bu soyadın başqaları tərəfindən istifadəsi qadağan edilmişdir.
Atatürk böyük islahatlar apararaq ölkənin sürətli inkişafına nail oldu. Bu gün də Türkiyə onun adına hörmət və ehtiramla yanaşır. Onun ideyalarını həyata keçirir. 20-ci əsrin ən görkəmli şəxsiyyətlərindən biri Mustafa Kemal Atatürk yalnız bir xalqın xilaskarı deyil, həm də bütün bəşəriyyətin inkişafına yön vermiş bir dahi kimi xatırlanır. Mustafa Kemal Atatürk bir çox orden və medallara layiq görülmüşdür.